Əgər kimsə sizin yanınızda həddindən artıq sadəlöv rolu oynayırsa, diqqətli olun. Dünyanın ən zəngin və ən dahi insanlarını sadəcə iki kəndli necə müflis edə bilər? Çox qorxulu bir psixoloji hilə ilə, axmaq rolu oynayaraq. 1872-ci ildə Arnold və Slek adlı iki mədənçi Amerikanın qərbində böyük bir almaz yatağı tapdıqlarını iddia edirlər. Dövrün ən nəhəng investorları dərhal işə qarışır. Ekspertlər mədənə gedib yerində yoxlamaq istəyirlər. Mədənçilər o qədər sadə, o qədər qorxmuş və savadsız görünürlər ki, milyarderlər biz bu fağır kəndliləri asanlıqla aldada bilərik deyə düşünürlər. Dövrün ən böyük geoloqu Janin sahəni qazır və hər tərəfdən zümrüd, yaqut və almazlar tapır. İnvestorlar mədənçiləri soymamışdan əvvəl onlara $700.000 nağd pul verib, mədənin bütün haqlarını əllərindən alırlar. Amma milyardlar qazanmaq ümidi ilə mədənə texnika tökəndə acı həqiqət üzə çıxır. Orada demək olar ki, almaz yox idi. O iki savadsız mədənçi ləl cəvahiratın böyük hissəsini əvvəlcədən alıb qum təpələrinə bastırmışdılar. Onlar dünyanın ən ağıllı adamlarını öz egoları ilə vurdular. Psixologiyada buna Dunning-Kruger effektinin tərs manipulyasiyası deyilir. Qarşı tərəf özünü sizdən daha savadsız və zəif göstərəndə sizin egonuz gizli bir üstünlük hissi yaşayır. Beyniniz avtomatik olaraq sayıqlıq hissini tamamilə söndürür və sizi manipulyasiyalara açıq hala gətirir. Bu cür manipulyasiyalardan qorunmaq üçün bizi izləməyi unutmayın.